Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala hayra halkına nebiyyina Muhammed ve alihi tayyibine tahirin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynâkel kevser fesalli li rabbike venhar inne şâni'eke huvel abtar. Sadakallahul aliyyul azim. Əziz və dəyərli möminlər, ilk öncə özümü, sonra sizləri ilahi təqvaya dəvət edirəm. Allah Teala bu mübarək cümə gününü hər birimizə xeyirli, bərəkətli etsin inşallah. Uca Rəbbimiz Qur'an-ı Kərimdə buyurur: "Leysel birra en tuvallu vucuhakum qibelel məşriq vel məğrib, velakinnel birra men amana billahi vel yevmil ahir vel melaiketi vel kitabi والنبيين وآتى المال على حبه ذوي القربى والمساكين واليتامى والمساكين وابن السبيل والسائلين وفي الرقاب." Sadakallahul aliyyul azim. Allah Teala insanları hidayet etmək üçün, insanları doğru, düzgün yola yönəltmək üçün bir çox peyğəmbərlər göndərib. Peyğəmbərlərdən də öncə Allah Teala insanları yaratmazdan öncə ruhlar aləmində onların bir-birinə şahid tutaraq öz vəhdaniyyətinə təsdiq alıb. Bilirik, əziz Peyğəmbərimiz və məsum imamlar daim hədislərində qeyd edir, deyir, insanların çox namaz qılması, çox oruc tutması sizləri aldatmasın. Onların həqiqi göstəriciləri, onların əmanətə və verdikləri əhdə vəfa etməsində axtarın. Yəni, insan ola bilər çox namaz qılsın, ola bilər çox oruç tutsun, bu onun yaxşı insan olmasının göstəricisi deyil. Və istədilər, bunun yaxşı insan olmasının göstəricisi nədir? Dediyi, verdiyi vədə əməl edərsə, əmanətə vəfa edərsə və bu insan yaxşı insan qrupundadır. Allah Teala digər bir hal-hazırda oxuduğum ayədə buyurur: "Ya Rasulum, yaxşı insan o demək deyil, üzünü məşriqə və yaxud da məğribə döndərsin. Yaxşılıq o demək deyil, üzünü məşriqə tutub və yaxud da məğribə tutub namaz qılasan. Yaxşılıq Allaha iman gətirmək, mələklərinə iman gətirmək, peyğəmbərlərinə iman gətirmək, nazil olan səmavi kitablara iman gətirmək və yetimlərin haqqını vermək, yoxsulların haqqını vermək və eyni zamanda buyurur: "Vəl-mufuna bi əhdihim izə əhadu." Əhd verən zaman, söz verən zaman, əhd verən zaman öz əhdlərinə vəfa edən şəxslərdir. Yaxşılıq öz əhdinə vəfa etməkdir. Həzrət Əli əleyhissalam buyurur: "İnsanın qiyməti öz əhdinə nə qədər vəfalıdır onunla bilinər." Allah Teala Qur'an-ı Kərimdə də bizlərə əhdə vəfa etməyin, əhdin bir Allah ilə olduğunu, bir insanın insanlarla əhdə vəfa etməsini qeyd edir, bir də insanın özünə qarşı olan əhdinə vəfa etməsini göstərir. Allah Teala hələ bu kainatı, insanları yaratmazdan öncə ruhlar aləmində insanların bütün ruhlarından şəhadət alıb, dillərindən təsdiq alıb. Allah Teala Qur'an-ı Kərimdə buyurur: "Və iz əxəzə rabbuka min bəni Ədəmə min zuhurihim, min zuhuru zurriyyətihim." Allah Teala Adəm övladının hamısının zərr aləmində ruhlarından şəhadət alıb və buyurub: "Mən sizin Rəbbiniz deyiləmmi?" Hamı təsdiq edib, hamımız biz qiyamətə qədər olan bütün insanlar Allahla əhd peyman bağlamışıq və demişik: "Bəli, sən bizim Rəbbimizsən." Bu zərr aləmində Allah Teala bizdən bir əhd edib və o əhdə də vəfa etməyi bizdən istəyir. Görək, əziz Peyğəmbərimizə dedilər: "Ya Rasulullah, elə insanlar var ki, mən həmən şəxslə hələ təzə görüşmüşəm, bir saatdır, onunla sanki illərdir bir yerdə olmuş kimi mənə doğma gəlir." Peyğəmbər sallallahu buyurur: "O ruhlar aləmində kimlərin ruhu bir-biri ilə ünsiyyət tapıb, bir-birinə ülfət bağlayıb, dünyada da həmən ruhlar bir-birlərini görən zaman mehriban və şəfqətli olurlar.
Və o zərr aləmində Allah Teala bizim dilimizdən şəhadət alıb, təsdiq alıb. Və Allah Teala bunun da səbəbini açıqlayır. Nə üçün zərr aləmində sizdən, dilinizdən təsdiq aldım? Hələ cisimləriniz yaranmazdan öncə qiyamət günü deməyəsiniz ki, mən bundan qəflətdə idim. Və yaxud da deməyəsiniz ki, ata-babalarımız Allaha şərik qoşdu, biz də onların yolu ilə getdik. Lakin mən sizdən əhd peyman alıram ki, bu əhdə vəfalı olasınız. Və Allah Teala Quran-ı Kərimdə Yasin surəsində də buyurur: "Ələm əhəd iləykum ya bəni Ədəm əllə ta'buduş şeytan innehu lakum aduvvun mubin." Ey Adəm övladı, mən sizinlə əhd peyman etmədimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir. Onu özünüzə düşmən tutun. Görür Allah Teala insanla çox yerdə əhd peyman bağlayıb və Allahın əhdinə vəfalı olmağı da Quran-ı Kərim bizlərə daim xatırladır. Gör bir padişah xəstələnmişdi. Dedi ki, əgər şəfa taparamsa, şəfa tapıb xəstələnərəmsə, bu xəstəliyimdən şəfa taparamsa, mülkümün hamısını Allah yolunda sədəqə verərəm. Sağalandan sonra baxdı varına, dövlətinə ki, fəqirlərə, yoxsullara Allah yolunda sədəqə verirəm, çağırdı vəzirin. Vəzir dedi ki, bu niyyətini bu cür əvəz et, varını, dövlətini, bu mülkü, bu əsgərlərə, öz xidmətçilərinə payla. Padişah dedi, bunu bir alim gəlsin soruşum, əgər icazə verərsə belə edim. Alim gəldi, dedi, istəyirəm bu mülkümü, səltənətimi əsgərlərə və öz yaxınlarıma paylayayım. Alim dedi, sən niyyət etmirsən ki, yoxsullara verim. Gördü ki, padişah fikrindən dəyişmək istəmir. Sonda dedi ki, sənə bir məsləhətim var. Əgər bir də ona işin düşməyəcəksə, nə istəyirsənsə et. Yəni Allaha deyir, yəni bir də işin düşməyəcəksə, kimə istəyirsən payla. Padişah görür ki, bu mümkünsüz bir işdir ki, bəşər övladı Allaha ehtiyacı, işi düşməyə. Bu verilən vədlərin də Allah qarşısında verilən vədlər, tövbə də vədlərdən biridir. İnsan Allah qarşısında tövbə edir, Allaha vəd verir və bu vədi sındırmaq, Allah qarşısında o vədini pozmaq, Allaha bir daha onun qarşısına çıxmağa, insana həya etməsinə aparıb çıxarır. Allah Teala digər bir ayədə buyurur: "Və bi əhdillahi awfu zalikum vəssaqum bihi leallekum tezekkerun." Ey insanlar, Allahın sizə vəsiyyət etdiyi əhd-i peymana sədaqət qalın. Görür ki, Allah Teala bu əhdə vəfa etmək o qədər mühüm məsələdir ki, insan vəsiyyəti, ən vacib işləri vəsiyyət edir. Dünyasını dəyişən zaman insan hər işi vəsiyyət etmir. Allah Teala Quran-ı Kərimdə buyurur, Allah əhdə vəfa etmək sizə vəsiyyət edir. Yəni bu məsələnin nə qədər əhəmiyyətli olduğunu göstərir və eyni zamanda Allah Teala buyurur: "Vəl mu'minuna bi əhdihim iza ahadu." Möminlərin sifətini Allah sayan zaman deyir, möminlər o şəxslərdir ki, əhd verdiyi zaman o əhdlərinə vəfa edərlər. "Bələ mən əvfə bi əhdihi vəttəqa fə innəllaha yuhibbul muttəqin." Bilin və agah olun, hər kəs əhdinə vəfa edib təqvalı olarsa, Allah Teala müttəqiləri sevəndir, təqvalıları sevər. "Və əvfu bil əhdi innəl əhdə kənə məsulan." Ey insanlar, əhdinizə vəfa edin, həqiqətən verdiyiniz əhd-i peyman, verdiyiniz söz qiyamət günü sorğu-sual olunacaq. İnsan verdiyi söz barəsində qiyamət günü sorğu-sual olunacaqdır. Və Həzrət Peyğəmbərimiz buyurur, nəinki insan verdiyi vədə, verdiyi sözə görə sorğu-sual olunacaq, həmən o əhd-i peyman cismani şəkildə gələcək, duracaq insanın qarşısında və o zaman o dilə gəlib deyəcək ki, mənə bu vaxtı filan yerdə söz verdi, lakin əməl etmədi. Allah Teala digər bir ayədə buyurur: "Ya eyyuhellezine amanu awfu bil uqud." Ey iman gətirənlər, əgər Allaha və axirət gününə iman gətirmisinizsə, öz verdiyiniz sözə əməl edin. Görür, alimlərdən biri qeyd edir, deyir ki, bir nəfər gəldi, öz dərdim mənə danışırdı. İki dost olurlar, universitetdə bir yerdə oxuyurlar, bir dostu zəngin olur, bir dostu kasıblayır. Gəlir öz dostuna deyir ki, ailə qurmaq istəyirəm, ailəmi saxlamacaq yerim yoxdur. Bu evlərindən birini mənə icarə ver.
Dostu deyir, and olsun Allah, mənim evlərim var, amma icarə üçün deyil, satdıq evlərdir. Dostu buna xahiş edir ki, bu evi ver mənə. Kim, əgər müştəri gələrsə, 3 gün qabaq mənə xəbər et, bu evdən çıxacam. Bu razılaşır, bu evi verir bu dostuna icarəyə. Və üstündən 1-2 ay keçəndən sonra evlərin qiyməti 2 qat qalxır. Və bir müştəri gəlir bu evi istəməyə. Dostu görür ki, artıq bu evə müştəri çıxdı, vədləşiblər ki, 3 gün qabaqdan xəbər edirsə çıxacaq. Və gəlir dostu buna deyir, sənə 6 ayda əlavə müddət verirəm. Və üstündən 2 gün keçəndən sonra 3-cü gün dostu görür ki, həmən bu yoxsul dostu gətirib açarı təqdim edib evdə və çıxıb gedib. Və gedir evi açır, görür ki, hər bir şey tərtəmiz, satmağa və yaxud da yaşamağa əlverişlidir. Qonşu gəlir, qapını döyür, deyir ki, bəs o burada yaşayan gözəl bir insan idi. O hara getdi, nə üçün getdi? Deyir ki, o mənim də xəbərim yoxdur. Deyir, onun evdə mebelləri var idi, yarı qiymətə satdı, çıxdı, getdi oteldə yaşamağa. Gedir dostunu tapır, deyir ki, bəs sən nə üçün ki, sənə 6 ay vaxt vermişdim? Deyirsən, mənə 6 ay vaxt vermişdin, lakin biz Allah qarşısına vəd etmişdik, şərt deyir ki, 3 gün mənə qabaqcıdan xəbər edəcəksən, mən evdən çıxacam. Gör ki, öz vədinə əməl etdi, öz evinin mebellərini belə satdı, gedib oteldə yaşadı, lakin öz vədəsinə xilaf çıxmadı. Bu zəngin dostu da təbii ki, əgər bir yaxşılıq edərsənsə, Allah onun əvəzini verər. Çağırır onu, deyir, 6 ay burada qalmışdım, verdiyin icarələri də evin pulundan sayıram. Və eyni zamanda ilk gəldiyin gün evlər neçə idi, o qiymətdən evi sənə hesablayıram, mebelinin də pulun evin qiymətindən çıxıram. Gör ki, Allah Taala'ya bir addım atırsansa, Allah Taala sənə bütün xeyir, bərəkət qapılarını açır. O cür vədə əməl etmək, istər yaxşı vaxtda olsun, istər çətinlikdə, istər sıxıntıda insan öz vədinə əməl etməlidir. Və digər bir ayədə Allah Taala buyurur: "Vəllezine hum li əmanatihim və ahdihim raun." Allah Taala Möminin surəsində nicat tapan, xilas olan, cəhənnəm atəşindən qurtulub cənnətə daxil olacaq şəxslərin sifətini sayan zaman çox sifətlər var. Möminlərin sifətindən biri odur ki, "Vəllezine hum li əmanatihim və ahdihim raun." Onlar o şəxslərdir ki, əmanətlərinə və əhdlərinə riayət edərlər. Öz əmanətin və əhdinə riayət edən, qurtulan şəxslərdəndir. Əziz Peyğəmbərimiz mübarək hədisində buyurur, deyir, 6 şeyi siz mənə zəmanət verin, mən də sizə cənnəti zəmanət verim. Deyirlər, ya Rasulullah, 6 şey nədir? Peyğəmbərimiz buyurur, doğru danışmaq, birinci doğru danışmaq, ikinci vədənə vəfa etmək, əmanəti qaytarmaq, iffətli olmaq, gözlərini haramdan saxlamaq və əllərini haramdan saxlamaq. Bu 6 şeyə zəmanət verin, mən də sizə cənnəti zəmanət verim. Görür, İmam Cəfər Sadıq əleyhissalamın zamanında bir sahabələrindən biri gəldi, imama dedi, bir dostum vardı, çox gözəl insandı, amma şərab içir. Yaxşı xüsusiyyətləri o qədər çoxdur ki, mən onun cəhənnəmə girməsindən qorxuram. İstəmirəm ki, bu cür gözəl xüsusiyyətləri olan insan cəhənnəm ateşində yansın. Həqiqi, əsl dost belə olar. İmam Cəfər Sadıq əleyhissalam deyir ki, get sən ona deyən ki, imam deyir, o əməlin tərk etsin, mən ona cənnəti vəd verirəm. Bilir ki, vədə vəfa etmək vacibdir. İmam buyurur, ged ona de, o əməli tərk etsin, mən ona cənnəti vəd edirəm. Gəlir, imamın sözünü öz dostuna çatdırır. Öz dostu deyir ki, sənə and verirəm Allaha. Bunu Peyğəmbər nəvəsi İmam Cəfər Sadıq dedi, deyir, bəli. İmam dedi, o əməli tərk etsin, ona cənnəti vəd edirəm. Deyir, evində nə var idisə, hamısını evindən çıxartdı. Dedi, bu evdə şərab içilib, o evdə heç bir şey saxlanmayacağım. Üstündən bir müddət keçəndən sonra bu dostu can verirdi. Dostu əyləşdi bunun başının üstündə. Bu dost bir müddət özündən getdi, huşu getdi. Huşu qaydandan sonra dedi ki, Peyğəmbər nəvəsi İmam Cəfər Sadıq əleyhissalam öz vədinə vəfa etdi. Allah Taala mənə həmən bu qısa müddət ərzində cənnətdəki məkanımı göstərdi. Gör ki, vədə vəfa etmək, Allah verdiyi vədlərə vəfa edir. Peyğəmbər öz verdiyi vədə vəfa edib və möminlər də öz verdiyi vədlərə vəfa etməsi zəruridir. Çünki Peyğəmbər salavatullah bir Hüdeybiyyə sülhündə
Hüdeybiyyə sülhü Məkkə müşrikləri ilə bağlanmışdı. O sülhün bəndlərindən də biri o idi ki, əgər Məkkədən müsəlmanlar gəlib Mədinədəki müsəlmanlara qoşulmaq istəsə, Peyğəmbər razılıq verməsin. Peyğəmbər də bu sülhün müqaviləsini imzalamışdı. Bu arada, bu sülh müddətində Məkkədən bir neçə nəfər gəlib müsəlmanlara qoşulmaq istədi. Peyğəmbər sallallahu dedi, Məkkə müşrik də olsa belə, mən onlara söz verib müqavilə imzalamışam, sizi qəbul edə bilmərəm. Qaytardı onları yenidən Məkkəyə, onları qəbul etmədi. Çünki İmam Cəfər Sadiq əleyhissalam və Peyğəmbər sallallahu buyurur, bir neçə əməl var ki, onda üzür yoxdur. Üzür yoxdur. Yəni, o əməldə deyə bilməzsən ki, əmanət aldın, o əmanətini qaytarmalısan. İstər sadiq insan olsun, istər fasıq insan olsun, istər günahkar insan olsun. Əmanət almışsansa, o əmanəti sahibinə qaytarmalısan. Söz vermişsənsə, o sözü yerinə yetirməlisən və buyurur, valideynə yaxşılıq, istər yaxşı olsun, istər pis olsun. Yəni, burada Allah seçim qoymayıb sənə, yaxşılıq et. Əgər sənin valideynin yaxşı olarsa. Bir neçə əməl var ki, orada seçim yoxdur. Əmanət almışsan. İmam Zeynul Abidin əleyhissalam buyurur, and olsun Allaha, əgər İmam Hüseyin əleyhissalamı öldürüldü, şəhadətə yetirdikləri qılıncı gətirib mənə əmanət versələr, o qılıncı mən öz sahibinə çatdıraram. Yəni, hətta imamın kəsildiyi qılıncı mənə əmanət versələr, o əmanəti öz sahibinə qaytarır. Və əmanətə əməl etməmək, Peyğəmbər sallallahu buyurur, Ərbəu mən kunnə fihi kənə münafiqən xalisən. 4 xüsusiyyət var ki, kimdə olarsa xalis münafiq olar. Münafiqin də yeri bilir ki, cəhənnəmin ən dərin quyularıdır. Onlardan biri odur ki, İzə həddəsə kəzibə, danışan zaman yalan danışar. Və izə vəədə əxləfə, vəd verən zaman vədinə xilaf çıxar. Və izə utuminə xanə, əmanət veriləndə əmanətə xəyanət edər. Və izə təxasəmə fəcara, biri ilə mübahisə edən zaman, savaşan zaman söyüş söyə. Bu 4 dənə xüsusiyyət deyir, kimdə olarsa, o insan xalis münafiqdir və münafiqin də Quran-ı Kərim buyurur, fiddərkil əsfəli minənnar, məkanı cəhənnəmin ən dərin quyularıdır. Allah Taala bizi əmanətə vəfa edən və öz vədinə vəfa edən qullardan qərar versin. Bismillahirrahmanirrahim. İnne a'taynakal kevser fesalli li rabbika venhar inne şani'eke huvel abtar. Sadaqallahul aliyyul azim. Əziz və dəyərli möminlər, ilk öncə özümü, sonra sizləri ilahi təqvaya dəvət edirəm. Allah Taala bizləri təqvalılardan qərar versin. Əziz Peyğəmbərimiz imanı bir ağaca bənzədir. Ağacın imanı, ağacın özəyinə, etdiyimiz əməlləri o ağacın budaqlarına, imanı ağacın özəyinə, etdiyimiz ibadət, itaətləri ağacın budaqlarına və əməllərimizi isə o ağacın meyvəsinə bənzədir. İnsanın əməlləri ən əsas xüsusiyyətlərdən biri insanın etdiyi əməllərdir ki, Allah Taala buyurur, İleyhi yes'adul kelimət tayyib vəl əməlis salih yerfa'uh. Allaha doğru qalxar gözəl sözlər, niyyətlərimiz, əməllərimiz hamısı Allaha doğru qalxar vəl əməlis salih yerfa'uh. Onu Allaha çatdıran salih əməllərimizdir. Əməl insan üçün ən böyük dəyərlərdən biridir. Əməl imanın məhsuludur. Əgər əməl yaxşıdırsa, o deməkdir ki, imanım da güclüdür. Yox, əməl yoxdursa və yaxud da insanın etdiyi əməli gözəl deyilsə, o deməkdir ki, onun imanı da tam deyil, kamil deyil, sabit deyil, gözəl deyil. Çünki əməl imandan doğan bir nəticədir. Və bu, insanın əhdinə vəfa etməsi də, əhdə vəfa da imandan doğan bir nəticədir. Həzrət Əleyhisselam buyurur, doğru danışmaqla vədə vəfa etmək, əhdə vəfa etmək əkiz qardaş kimidir. Yalan danışan insan heç vaxt vədinə vəfa edə bilməz, vədinə vəfa etməyən insan heç zaman doğru danışa bilməzdir. Bunlar bir-birindən ayrılmayan iki qardaş kimidir.
Və biz Peyğəmbər sallallahu tarixinə də, həyatına da baxanda görürük Peyğəmbərimiz bir şəxsə vəd vermişdi müəyyən yerdə görüşməyə. Peyğəmbər sallallahu deyir, həmən yerdən 3 gün heç yerə getmədi. Dedi ki, burada o şəxslə görüşməyə vəd vermişəm. Peyğəmbər sallallahu bizlərə bir nümunədir, bir örnəkdir. 3 gün hətta tarixdə qeyd olunur ki, Peyğəmbər sallallahu oturduğu yeri belə dəyişmədi. Dedilər, ya Rasulullah, bura gün düşür, keç bu kölgədə əyləş. Dedi, xeyr, həmən şəxsə mən söz verdim ki, bu yerdə oturub səni gözləyəcəm. Hətta kölgəyə belə çəkilmədi. Allah Teala Quran-ı Kərimdə İsmail Peyğəmbəri haqqında buyurur, deyir ki, ya Peyğəmbər, İsmaili xatırla, həqiqətən o öz vədinə vəfa edən Peyğəmbərlərdəndir. Bütün Peyğəmbərlər öz vədinə vəfa edir. Təbii ki, amma İsmail Peyğəmbər haqqında qeyd olunur ki, İsmail Peyğəmbər bir şəxsi bir yerdə, bir məkanda 3 il gözləyib. Onun üçün Peyğəmbəri, İsmail Peyğəmbər Allah Teala xüsusi olaraq Quran-ı Kərimdə öz vədinə vəfa edən bir Peyğəmbər kimi tanıdır. Və bu İsmail Peyğəmbərin təfsir kitablarında bizim İbrahim Peyğəmbərin oğlu İsmail Peyğəmbər olduğu da qeyd olunur və yaxud da digər İsmail adlı Peyğəmbər, bir neçə dənə Peyğəmbər olub, qeyd olunur ki, digər İsmail adında bir Peyğəmbər olub. Hər halda fərq etməz, Allah Teala bizə burada vədə vəfa etməyin gözəl bir xüsusiyyət, Allah tərəfindən təriflənən bir əməl olduğunu göstərir. Və bir hadisəni qeyd edəcəm inşallah. Bu hadisəni demək olar ki, hər birimiz eşitmişik. Ondan sonra inşallah namaza başlayarıq. Həzrət Əli əleyhissalamın zamanında bir nəfər gəldi, dedi ki, mənim atamı öldürüb bir şəxs, tutdu gətirdi Həzrət Əli əleyhissalamın huzuruna, dedi, atamı öldürüb bundan qisas al. Bilirik ki, ölümün də qisası hələ ölümdür. Quran-ı Kərim buyurur, dişə diş, gözə göz, cana can. Öldürübsə ölməlidir. Və Həzrət Əli əleyhissalam bu şəxsi gətirdi, dedi, bəs sən bunun atasını nə üçün öldürdün? Dedi, mənim bağım, bağçam var idi. Bunun atasının heyvanı, mənim heyvanım getdi onun bağından yedi. Onun atası götürdü, daşı vurdu mənim heyvanımın başına, o öldü. Mən də həmən daşla götürdüm, attım onun atasına, onun atası dünyasını dəyişdi. Həzrət Əli əleyhissalam deyir, nəticədə sən onu öldürmüsən və sənin hökmündə qisasdır. Bir xahiş elədi, dedi ki, ya Əli, mənə 3 gün mənə möhlət ver, atam dünyasını təzə dəyişib, aramızda miras var. Mənim körpə qardaşlarım var. Gedim o mirası bölüm, ondan sonra isə gələrəm. Çünki mən indi ölsəm, bütün ailəmiz dəyəcək bir-birinə. Həzrət Əli əleyhissalam buyurdu, kim zəmanət verər ki, sən getdin, qaydacaqsın. O şəxs baxdı sahabələrin arasında, gözünə Əbu Zər dəydi. Dedi ki, bu şəxs, bu kişi mənim üçün zəmanət verəcək. Heç Əbu Zəri belə də tanımırdı. Həzrət Əleyhisselam dedi, ya Əbu Zər, zəmanət verirsən bu kişinin yerinə, əgər gəlməsə, sən onun yerinə edam olunacaqsan. Həzrət Əbu Zər dedi, ya Əli, mən zəmanət verirəm, qoy o kişi geçsin. Getdi həmən şəxs, 3 gündən sonra məğrib azanına az qalırdı, tamamlanırdı. Vaxt tamam, hamı Əbu Zərin dərdini çəkirdi ki, artıq bu edam olunacaq. Həmən məğrib azanına az qalanda gördülər ki, bu insan həyəcanla, tərin suyun içərisində gəldi, özünü çatdırdı. Və dedi, artıq işimi gördüm, ya Əli, sən öz işini icra et, yəni edam olunmalıdır. Həzrət Əleyhisselam baxdı bu şəxsə, dedi, və sən nə üçün gəlməyə bilərdin? Gəlməsəydin, qaçıb gedərdin, artıq ölümdən də xilas olardın. O dedi, ya Əli, mən qorxdum ki, insanlar arasında əhdə vəfa itər. Sonra isə Əbu Zərə üzünü tutdu, dedi, ey Əbu Zər, və sən nə üçün tanımadığın bir şəxsə zəmanət qaldın, zamin dayandın? Dedi ki, ya Əli, qorxdum ki, insanlar arasında yaxşılıq, xeyirxahlıq etər. Və baxdı, bu atası ölən insanlar dedilər, ya Əli, belədirsə, biz də həmən şəxsi əfv edirik, bağışlayırıq. Dedi, bəs siz nə üçün əfv etdiniz? Dedi ki, qorxduq ki, insanlar arasında əfv etmək, bağışlamaq, mərhəmət hissi itər.
Onun üçün mən bunu əff etdim. Həzrət Əli əleyhissalam buyurdu, Allah da Quran-ı Kərimdə buyurur ki, hər kəs bağışlayarsa, əff edərsə, Allah da onları bağışlayar. Allah rəhimli və mehribandır, mərhəmətlidir. Allah Teala bizi əff edən qullardan qərar versin, öz vədimizə vəfa edən, əhdimizə sadiq qalan qullardan qərar versin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika vanhar. İnne şani'eke huvel abtar. Sadakallahul aliyyul azim.